Salam. Devam edə 20-ci test ilə. Hər biri natural ədədə bərabərdir. Fal əvəzinə hansı ədəd yazılmalıdır? 72 deyirsə, deməli 72 3 vur. Məsəl üçün 3 vur 2 6 vur 12. Belə bir şey düşünürəm. Sonra ola bilərmi? 9 vur 2 vur 4. Belə bir şey ola bilər. Baxaq. Başqa. İndi eyni işarələrdir, düzdürmü? Deməli, burada 72 alsam, o zaman düzdür. Bax, 3, 2, 12 kimi düşünsəm, 3 üstə gəl, 2 vur 12. 24 üstə 3, 27 düzdür. Deməli, bu deyil. İndi görək, axıratan düz gedirmi? 3 vur 2. 6 çıx 12 12 vermədi. Yox. Deməli burada mən nəsə dəyişiklik eləməliyəm. Peki buna 12 verib buna 2 verim. Görək düzə olurmu? 3 vur 12. 36 çıx 2. Yox. Deməli düz getməmişəm. Deməli düz getməmişəm. O zaman düşünək. Başqa nə ola bilər? 3, 12, 2. Bax 3, 12, 2. 3 vursam 12 olmuş. Burada 72 eləyən başqa nə ola bilər? 2 vur, 3 vur. 2 dəfə 3, 6 vur. 12. Bu olmadı, düzdürmü? Əslində olmuşdu, axırda niyəsə ödəmədi. Başqa. 18 vur 4'ü hər biri natural ədədə bərabərdir. 18'i 3 vur 6 vur 4 də yaza bilərəm də, düzdürmü? Belə yoxlayaq. Olur. 3 4. 3 vur 4 12 çıx 6 6 ödədi. 3 üstə gəl 4 vur 6 24 üstə 3 27 3 4 6 72 düzdür. Deməli bu işarə bizdə neçədir? 6 vur 3 18 üstə də 4 22. Əla. Birinci testimizin düzgün cavabı axırki alındı C variantı. Qanun uyğunluğu müəyyən edin. O bayaq nömrələmə demək uşaqlar. Bilmirəm, sevdinizmi o üsulu? Mən o üsulundan başa salım, uşaqlar yaxşı başa düşür. 1, 2, 3, 4, 5. Deməli, M bura gəlib, A bura gəlib, Y 3 bura gəlib, 4, 5. Rayonda necə olub? 1, 2, 3, 4, 5. Y 3, 4, 1, 2, 5. Düzdür. İndi norma. Norma ikincidir. Bax 1, 2, 3, 4, 5. Biz bundan ikinci almalıyıq. 3, 4, 1, 2, 5. Yəni 3 R, 4 M, 1 N, 2 O, 5 A. Bunu aldıq. Daha sonra keçirik. Bundan da yuxarıdakı kimi dəyişirik. Yuxarıdakı kimi. Bunu sildim. Düzdürmü? Bu alındı artıq. Yəni artıq mənim 1, 2, 3, 4'üm 5'dir. Bunu indi bu şəkildə 3, 4, 5, 1, 2 dəyişməliyəm. 3 N, 4 O, 5 A, 1 R, 2 M. Belə bir şey olmalıdır. Düzgün cavab ikinci testdə D variantı. Aşağıdakı şəkillər müəyyən qanunlarla düzülmüşdür. Verilən ardıcıllığın əvvəldən 2023-cü şəkil aşağıdakılardan hansı olar? Şəkillər 1, düzmü görürüm uşaqlar bir dəqiqə?
Renkler hamısı bir-birinə oxşayır. Aha, desəm, düz görürəm uşaqlar. 2 dəqiqə. 4 dənədən bir təkrarlanır, düzdür? 1, 2, 3, 4. Ha, heç nə. 2023-ü bölün 4-ə, qalıq 3. Qalıq 3 budur. Başa düşə bilmədim ki, bunlar arasında. Yəni bir dənə kitabdan baxın, bu iki şəkildə yaxşı düşünün uşaqlar. Çünki qətiyyən başa düşə bilmirəm kitabını. Ey, benim ekrandakı kimi. Ha, uşaqlar, burada üzərlərində yazı var imiş. Deməli, yazı get-gedə hərəkət edir. Bizə şəkildə düşməyib. Deməli, düz tapmışıq. Şəkil 4 dənədən bir təkrarlanır. Bura qədər əla. Amma nə var burada? Ebil 4 üstə gəl. Nəsə 4 yazısı var da. Birində buradadır, birində burada, birində burada. Yenə burada, burada, burada. Başa düşdünüz? O zaman cavablarda ebil burada verilib. Sonra burada verilib. Burada verilib. Bir də burada verilib. Yenə deyirəm, renklər və mənim gözüm seçmir. Yəni görün. Renklər uşaqlar, hə. 1, 2, 3, 4. 1, hə. 4 dənədən bir düz demişik. Bax, bu 4 dənədən bir təkrarlanır. 2023-ü birinci bölürəm 4-ə. Qalıq 3, üçüncü. Yəni rəng belə olacaq. Ya budur, ya bu. Amma bu dedim yazı da 3 dənədən bir təkrarlanır deyə 2023-ü də bölürəm 3-ə. Rəqəmlər cəmi neçədir? 7. 7-ni 3-ə böləndə qalıq 1. Yəni birincidəki kimi olacaq. O da olur D variantı. Üçüncü testimizin düzgün cavabı. Prosta yedirəm şəkildə biraz tam aydın düşməyib. Orada yazılar var imiş. İndi qələmim yazmadı. Deyəlim. Aha, 3 oldu. Üçüncü testimiz oldu. D variantı. Devam edirik. Fiqurun tərkibindən çıxarılan hissə hansıdır? Hansıdır? Baxaq da görək hansıdır. Məsələn, bu uyğun gəlsə, məsələn, bu hissə bura uyğun gəlsə, düzdürmü? Burada 2 və bir fiquru tərsinə çevrilmiş formada olsa, bu fiqur yox. Bu deyil. Baxın, bax, bu hissəyə baxın, bax, bu hissədən başa düşdüm ki, bunun hər iki tərəfində işarə var, burada yoxdur. Bu deyil. O zaman bu da deyil. Bu da deyil. İndi bu ikisi qaldı. Bunun hər iki tərəfi doludur. Bu düzdür. O zaman bunu bu hissəyə yerləşdirsəm, deməli, bunu bu hissəyə yerləşdirsəm, bu niyə var ki burada? Bu olmamalıdır axı. Bax, bu hissə zaten var da bura. Onda B də deyil, düzgün cavab D variantı. Verilmiş xanalara 1, 2, 3, 4, 5 rəqəmləri ilə yazılmalıdır ki, eyni sətirdə və üstündə həmçinin tünd xətlərlə hüdudlanmış 5 xanalı blokda heç bir rəqəm təkrarlanmasın. Sual işarəsi sorulur. Bu şərtə görə sual işarəsinin yerinə uyğun, hə, buranı istəyir. Biz bu rəqəmləri tapmalıyıq. Tapaq. Yaxşı. Deməli, burada 1 var, 3 var, 5 var. Deməli, bu sırada 4 olduğuna görə 4 bura yazılır, 2 bura. Çünki axı burada 4 var idi. O zaman düşünürəm ki, burada 1 var, 3 var, 4 var. Düzdürmü? Ya 2'dir ya 5. 5 burada olduğuna görə 5'in yeri buradır. Y 2'dir. Sonra.
Deməli, bir var, 3 var, 5 var. Mənə 2, 4 lazımdır. 4 burada olduğuna görə 4'ü buraya yazıram. Elə 2 qalır. 2, 4, 5. Deməli, indi gəldik bura. Bir var, 3 var, 4 var. Mənə 2 və 5. 5 burada olduğuna görə buraya yazıram. 2'ni bura verirəm. Daha sonra 1, 2, 5, 3, 4. Burada 4 var diye 3'ü bura, 4'ü bura veririm. 2, 5, 4, 3 bura 1 kalır. 1, 2, 3, 4 bura 5 kalır. 3, 2, 4, 5 bura 1 kalır. 3, 5, 2. Deməli, burada 1 varsa bu 1'dir, bu da 4'tür. Baxaq, 1, 2, 3, 4, 5 düz. Oldu 2. Eli görmürəm. Desem budur. Ha, elde 2 oldu. S'de 1 oldu. Toplayanda cevap oldu A variantı. Sonra uşaqlar 6-cı testə baxırıq. Sual əvəzinə uyğun olan variantı seçin. Neyniyib uşaqlar? Hə, fiqurların, bax bunu güzgüdə bax, bir-birinə əksi, simmetriya. Bunun simmetriyası, bunun da hamısının simmetriyası, bu bundan simmetrikdir. Deyəm. Bundan simmetrik diyor. Burada xətti səhv çəkdim. 2, 2. Deməli, bizə bunun simmetriyası lazımdır. Yaşıl, ağ, yaşıl. Üzü belə olmalıdır. Yaşıl, ağ. Bu deyil. Düzdürmü? Bax, yaşıl, ağ. Deməli, bu da deyil. Yaşıl, ağ, yaşıl. Yaşıl, ağ, yaşıl. Yaşıl, yaşıl, yaşıl. Yaşıl, yaşıl, yaşıl. Bu burada mavidirsə, burada da olmalıydı da. Onda düzgün cavab 6-cı testdə B variantı. Tam güzgü simmetriya qaydası. 60 faizlərlə emanətəsə düzdür. 4-cü siniflər baxmazsan. Çünki bu belə deyim də faiz məsələsidir. Keçək evi. ABCD kvadratı bərabər ölçülü kvadratlardan ibarətdir. Şəklin rəhlənmiş hissəsinin sahəsi rəhlənməmiş hissəsinin sahəsindən 36 az olarsa neçəsi rəhlənir ki? 1, 2, 3, 4, 5, 6-sı. Neçəsi ağdır? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Deməli 10 x-dan ya x kvadrat olsun da 10 s-dən birinin sahəsi s olsun. 10 s-dən 6s çıxsam 36'dır. Yəni 4s 36'dırsa 36'yı 4'e böldük 9. Bu nə deməkdir? Birinin sahəsi s 9'dur. Onda tərəfi neçədir? 3. Onda bura oldu 12. Onda burada 12, burada 12, burada 12, 4 bura 12. Bu da olur B variantı. Buna bənzər bir test qabaqda işləmişik. Gəldik 9-a. Hər bir hərf bir rəqəmi əvəz edir. Sual işarəsinin yerinə yazılacaq ən çox neçə ola bilər? Ən çox deyəndə nə edirik uşaqlar? Bayaq da dedim ən böyük rəqəmlər. Ən böyük rəqəmlər. Hər bir hərf bir rəqəm. 9. Düzdürmü? Y, T, T. Deməli, T təkrarlanırsa T'yə 9 verək. T 9 olsun. Düzdürmü? Y'e qalsın 8. X'e qalsın 7. İndi T'ye buradan T hanı? 9. Y 8. X da 7. Gəlin toplayaq görək nə alarıq. 9 üstə 8 17. 17 üstə 7 24. 2 yadda. 9'un üstə 9 18. 18'in üstə 8 26. 2 yadda 28. 2 yadda. 9'un üstə 8 17 24. 2 yadda 26. 2684. Bayaq bunun ən az olanını dedim. Necə 1, 2, 3 qoyduq. Lazım deyilsə, qabaqda yazılmayıbsa 0 təkrarlanan rəqəmləri ən azı. Burada isə onun ən çoxu. Perimetri 60 olan cüzbucaqlıq sahəsi ən çox nə qədər olar? Deməli, uşaqlar, perimetr 60-dırsa, 2 vurulsun A üstə gəl B 60. Düzdürmü? A üstə gəl B 60 bölü 2 30 olur. İndi düzbucaqlığın sahəsi ən çox neçə olar? Çox uşaqların elədiyi bir səhv A bərabərdir, B bərabərdir 15. Elə ən çoxu 15'in 15'i olacaq. S də olacaq 225. İndi siz mənə deyəcəksiniz ki, müəllimə, bu düzbucaqlı deyirsiniz, kvadrat götürdünüz.
Yadınızda qalsın. Kvadrat özü də düzbucaqlıdır. Düzbucaqlı kvadrat da fikri səhvdir uşaqlar. Amma düzbucaqlı kvadrat da ola bilməz, o səhvdir. Kvadrat düzbucaqlıdır. 15 15. Bu da elə zaten düzbucaqlı olacaq. Ona görə 15 15 ən çox sahədə 225 olacaq. Gəldik 11-ə. Rauf, Hüseyn, Yusif, Nurhan hər biri fərqli yaşdadırlar. Bu 4 nəfərin orta yaşı 15-dir. Deməli, 4 nəfərin yaşlar cəmi 4 vurulsun 15, 60-dır. Bunu bildik. Hər biri fərqli yaşdadır və yaşca ən böyük olan Rauldur. Raulun yaşını göstərən ədəd ən çox x, ən az y olarsa x üstəgəl y bərabərdir. Sual. Hər birinin yaşı natural ədədlə ifadə olunub. Hər bir fərqli yaşdadır və yaşca ən böyük olan Rauldur. Raulun yaşını göstərən ədəd ən çox. Ən çox deyir, bir də ən az deyir. Düzdürmü? Deməli, neyniyək? 60-ı 4-ə bölsək, 60-ı 4-ə bölsək, belə bir qaydamız var. 15. Ya da ki, ən çox göstərən belə tapaq. Məsələn, hər biri fərqli mi deyir? Hə, buna 1 verək, buna 2 verək, buna 3 verək. Yaşlar cəmi 60 deyil. Onda ən çox x, ən çox neçə ola bilər? 1 üstəgəl 2 üstəgəl 3. 6, 6 üstəgəl x bərabərdir 60. 60-dan da 6 çıxanda 54. Bunu qoyduq qırağa. Ən çoxu. Y-i necə tapırıq uşaqlar? Bugün imtahanda və buna bənzər bir sual olmuşdu. 125 santim. 4 fərqli hissə, 4 ədəd falan. Deməli, 60-ı bölsəm 4-ə 15. Düzdürmü? Mən 15-i buraya yazsam, 15-i buraya yazsam, 15-in kənarlarını düzəldirəm. 14, 13. Bizdən deyir ki, ən çox Raulun yaşını göstərən ədəd ən çox, ən az neçə ola bilər? 17. Ən böyük Raulda Raulun yaşını göstərən ədəd ən çoxun ən az. Antonim sözlər olanda bu şəkildə hesablanır. 54 üstəgəl 17. Bu da bizə verir 71. 11-ci testimizin düzgün cavabı. Bugün sizə düşən test. Bugün sizə düşən testi oxuyuram. Uşaqlar, bənzər testi idi. Daha doğrusu bənzər test deyil. Yəni gedişatda bir bənzərlik var idi. Siz hansı test? Bir dənə sual tapım deyəcəm. 38-ci sual. 38-ci sual. Deyir ki, uzunluğu 1 metr 25 metr, yəni 125 santim olan lenti 4 müxtəlif uzunluqda hissəyə böldü. Ən uzun hissənin uzunluğu ən az neçə olar? Qaydamız 125-i 4-ə böldük. 31 qalıq 1. Deməli, 31 bizə qalıq lazım deyil. Tən ortaya 31 yazırıq. Kənarları düzəldirik. 32, 33. 30, 29. Dedim birinci sözə baxın. Ən uzun hissənin uzunluğu ən az neçə ola bilər? 33. Burada da deyir ki, ən böyük uşaq Raulun yaşı ən az neçə ola bilər? Ən böyük uşağın 17. 54, 17, 71. Bu şəkildə. Tən şəklini çəkim. 17, 54. Sınaq neçədir bu? Sınaq 20. Deməli, sınaq 20. 11-ci test izahı. Bugünkü
Tamam. Devam edelim uşaqlar. 11'i dedik. Sonuncu 12-ci testdəyik. Düzdürmü? Burada neyini görək? 23, 8, 14. Toplasam bunları bizə nə verir uşaqlar? Bir dənə hesablayaq. 31, 45. 3 vur 5 vur 3. Bu da bizə verir 45. Burada 11, 19, 24. 60, yox 30, 54. 2 vur 3 vur 9. Bu da bizə verir 54. İndi buranı hesablasam 4 vur 6 vur 5. 120. 40 üstə gəl 50 üstə gəl x da bizə verir 120. 120-dən də 90 çıxanda 12-ci testimizin düzgün cavabı B variantı. Bu da bizim oldu 20-ci testimiz.